Video görüntümüz var sırada. Washingtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin 2 əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Washington Polis Departamentinin rəisi Pamela Smith mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə şübhəli şəxs Chicagodan olan 30 yaşlı Elias Rodriguez'dir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə olunub. Atışmadan sonra o muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb. Elias Rodriguez'in saxlanılarkən çəkilən videosu var dediyimiz kimi, o Fələstinə azadlıq şüarını səsləndirib, izləyin. Free, free Palestine! Free, free Palestine! Free, free Palestine!